Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İmam Baqir Əleyhisselamın şəhadəti münasibəti ilə başda İmam Zaman Əcəlallahu Teala fərəcə şərif olmaqla möminlərə başsağlığı veririk və Allah-u Teala'dan istəyirik ki, bizləri İmam Baqir Əleyhisselamı həqiqi sevənlərdən, həqiqi davamçılarından qərar versin inşallah. Və bildirək ki, İmam Baqir Əleyhisselam İmam Zeynalabdin Əleyhisselamın şəhadətindən sonra imamət məqamına çatdı və 19 il möminlərə imamlıq etdi, ümmətə imamlıq etdi. Və bu çətin dövrdə İmam Baqir Əleyhisselam Əhl-i Beyt Əleyhisselamın məktəbinin yayılmasını və bu məktəbin daha da genişlənməsi üçün fəaliyyət göstərdi. Və qeyd edək ki, o zaman Bəni Ümeyyə xəlifələri zalım və tağut xəlifələri idi ki, İmam Baqir Əleyhisselamın özünə və ətrafına, yaxın sahabələrinə, onu sevənlərinə qarşı repressiyalar həyata keçirirdi. Zalımcasına, namərdcəsinə repressiyalar həyata keçirirdi. İmam Baqir Əleyhisselam bu zalım xəlifələrə qarşı, bunların zülümlərinə qarşı həm elmlə, həm mənəviyyatla, həm də həqiqətləri üzə çıxarmaqla cihad edirdi. Və İmam Baqir Əleyhisselamın dövründə cəmiyyətin çoxsu həqiqi İslamı başa düşə bilmirdi. Və o dövrdə satqın, ikiyüzlü şairlər, alimlər var idi ki, İmam Baqir Əleyhisselamın birbaşa olaraq onların məzəmmət etməsi var və birbaşa olaraq onlara qarşı danışdığı sözlər, rivayətlər var. Niyə görə İmam Baqir Əleyhisselam bu yolu tutmuşdu? Niyə görə ikiyüzlü satqın şairlərə və alimlərə qarşı, belə deyək, bugünkü dildə desək, belə bir reaksiya göstərirdi? Ona görə ki, İmam Baqir Əleyhisselam istəyirdi ki, həmin bu şairlər və alimlər ki, həqiqi İslamdan üz döndəriblər və həqiqi İslamı başa düşmürlər və yaxud da ki, başa düşmək istəmirlər, onların vicdanını oyatsın və onların tərəfdarlarının vicdanını oyatsın. Onları sevənlərin vicdanını oyatsın. Ona görə məzəmmət edirdi və həqiqəti aşkara çıxartmaq üçün məzəmmət edirdi və etiraz edirdi birbaşa olaraq onları gördükdə. Və bu şairlərdən birinin adı Kəsirə idi. Kəsirə bir gün İmam Baqir Əleyhisselamla görüşdükdə və İmam Baqir Əleyhisselam onu gördükdə birbaşa olaraq İmam ona etiraz əlaməti olaraq bildirir ki, sən Əbdülməlik'i tərəfləmirsən. Əbdülməlik də o zaman xəlifə idi, zalım, tağut bir xəlifə idi. O bilərəkdən və yaxud da bilməyərəkdən istəyirdi ki, öz günahını pozsun deyə və öz günahını yozsun deyə və üzr getirmək məqsədi ilə bildirdi ki, Kəsirə adlı şair bildirdi ki, mən onu hidayətçi, rəhbər adlandırmamışam. Şeirdə, şeir deyib İmam Baqir Əleyhisselam ona irad bildirir ki, sən şeir demisən, Əbdülməlik'i tərifləmirsən. Etiraz məqsədilə İmam Baqir Əleyhisselam bunu bir deyir ona. Kəsirə isə bildirir ki, mən onu hidayətçi rəhbər adlandırmamışam ki. Yəni bir növ günahını yozur və üzr getirir və istəyir ki, bu bəhanə ilə İmam Baqir Əleyhisselamın yanında özünə bir haqq qazandırsın. Bunu istəyir. Amma İmam Baqir Əleyhisselam ona bildirir ki, sən tərifləmirsən və o da qeyd edir ki, mən şeirimdə, yəni şeirdə onu şir, günəş, dəniz, əjdaha, dağ demişəm. Adlandırmışam, daha da həqiq desək. Və açıqlayır, günəş cisimdir, dəniz cansız bir şeydir, şir heyvandır, bunları açıqlayır. Yəni, bəhanə getirir bir sözünə. İmam isə onun bu üzrünə
mənasız üzürünə, bəhanəsinə təbəssümlə keçir. Və bu əsnada İmam Baqir əleyhissalamın yanında olan inqilabçı məqsədli Kumeyd adlı şair ayağa qalxaraq qəsidələr deyir, Haşimi qəsidələrini deyir və orada olan insanlar həqiqəti başa düşürlər, haqqı anlayırlar, onlar ki anlamayıblar və sonradan ki eşidirlər bu imamla Kəsirənin söhbətini, onlara çatır, onlar da artıq başa düşürlər haqq hansıdır. Yəni zalım xəlifəni, tağut bir xəlifəni, Əbdülməliki tərifləmək olmaz və imam birbaşa olaraq Kəsirəyə irad bildirir, aydınlaşır məsələlər. Və imam belə məzəmmətlər edirdi və məqsəd də onların vicdanının oyanması idi və bunun qadağan olunmuş bir məsələ olduğunu bildirməsi idi. Və digər bir rivayət də var. Bu rivayətlərdən də biri İmam Baqir əleyhissalam İkrimə adlı bir alimi o dövrdə məzəmmət edir. O da İbn Abbasın tələbələrindən biri olub, məşhur tələbələrindən biri olub və xalq arasında o zaman xalq arasında böyük hörmətə sahib olub və o İmam Baqir əleyhissalamla görüşə gəlir və İmam Baqir əleyhissalamla görüşdə onun o həzrətin elminin əzəmətindən, mənəviyyatının böyüklüyündən, o həzrətin nurani vücudundan elə təsirlənir ki, ixtiyarsız olaraq o həzrəti qucaqlayır və təəccüblə deyir: mən İbn Abbas kimi böyük şəxsiyyətlərlə oturmuşam, amma onların qarşısında heç zaman bu vəziyyətə düşməmişəm. İmam isə onun cavabında belə buyurur: vay olsun sənə ey Şamlıların kiçik qulu, vay olsun sənə ey Şamlıların kiçik qulu. İmam Baqir əleyhissalam birbaşa olaraq məzəmmət edir İkrimə adlı alimi. O alim ki İbn Abbasın şagirdindən olub və xalq arasında böyük hörməti olub. Və ardınca buyurur ki, sən elə bir evdəsən ki, Allah o evdə adının yüksəlməsinə və yad edilməsinə icazə vermişdir. Yəni biz İmam Baqir əleyhissalamın həyatına baxsaq, mübarizə dolu, mənəviyyat dolu, elm dolu bir həyat və bu zalım xəlifələrə qarşı mübarizə aparan bir həyat. Bununla yanaşı o həzrət satqın ikiyüzlü şairləri və alimləri də məzəmmət edib. Və İmam Baqir əleyhissalamın həyatı bizlər üçün böyük bir nümunədir və çalışmalıyıq ki, o həzrətin həyatına baxaq və özümüzə tətbiq edək və nümunə götürək o həzrətin həyatından və bacardığımız qədər o həzrəti sevənlərdən və o həzrətin yolunu gedənlərdən olaq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.